yaşayan. Bugün Yelagən rayon Kəbir kəndində, bugün bizim qardaşımız Şəhidimiz Quliyev Kərbəlayı Elnurun il dönümündəyik, 5-ci ilindəyik. Ailəsinin yanında, atasının yanında, övladların yanında. Kərbəlayı Elnur qardaşımızın 2 dənə əmanət qalmış, övladı var, ataya, bir yoldaşı. Bugün Kərbəlayı Elnurun sayəsində biz bütün şəhərlərimiz ziyarətçilərində olduq. Bizi cəmiyyələyən belə qardaşlarımız sayəsində bütün hər bir rayonda belə tablolar iştirak edirik. Bugün bura Azərbaycanda Kəbir kəndi, yeganə qəsəbədir, yeganə kənddir ki, 18 şəhidi var 44 günlük arasında. Bu da bir qürurdur, bir fəxridir. Bura qəhrəmanlar ocağıdır. Bugün də özümüzü ana bir boş bilib, mən sizin yanınıza gəlib, qardaşımızın il dönümünü iştirak eləməyə, ailəsinin yanında olmağı özümə bir qürur bildim. Bugün Allah rəhmət etsin deyirəm sizə, balanıza. Ruhu şad olsun, yer beşli olsun. Elnur qardaşımın timsalında bir gündə də şəhidimiz var. Xeyli tədbirlərimiz var. Hamısı şəhid analar, hamısı ürəyi ağrıyır. Onlara səbr arz edirəm analara. Şəhidlərimizə rəhmət eləsin deyirəm. Bugün bizim kimi insanlar sizlərə boşlayır, sizin kimi analara. Ona görə ki, bizim kimi, mən səmimi aynı bədiyim kimi hər səbə deyirəm, mənim kimi Məşədi Kərbəlayı Hacı sizin kimi anaların huzuruna getməkdir. Sizin kimi anaların huzurunda olmuyor. Mənim üçün o ziyarətçilərə elə bir şey, böyük bir buyurdur. Bu gün də yenə bir buyurla deyirəm ki, Polad Əliyevin ev muzeyində də qardaşımızın şəkili də var. Yelagənin şəhidlərinin yaşı şəkili orada var. Hər bir ana da cənə deyirəm. Kim istəyərsə, mən bir deməkdən yoruluram. Analar çox incik ki, bizimkində yoxdur. Hər bir çıxışımda demişəm, kim istəyərsə, has analar, has atalar, övladların şəklini istəsə verə bilər, biz varıq o ev muzeyinə. Azərbaycanda yeganə məsələdir, Polad Əliyev ev muzeyidir, biz yaratmışıq, hər bir şəhidin şəkili də var. Sözüm onda deyir, sözüm onda ki, sizin kimi analar bizim kimi qürurdur, fəxrdir, baş tacımızda. Hər zaman sizləri biz boşlayıq. Bugün biz Elnurların sayəsində, bugün bu şəhidlərimizin sayəsində hamımız cəm olmuşuq, hamımız bir yerdəyik. Allah sizlərə səbir versin deyir. Allah sizin balalarınıza rəhmət eləsin, şad olsun. Allah sizləri var eləsin. Mənim üçün Polad nətərcə bütün şəhidlər elədir. Mənim öz anam nətərcə siz də mənim üçün eləsiniz. Mən ən demişəm, yenə deyirəm. Onu yaşayan, onu duyan, onu bilir ki, şəhid analar, şəhid atalar, şəhid valideynlər nə çəkir. Bıraxlarını heç kim bilmir. Ona görə də sizlərə səbir arz edirəm. Bugün gözəl 2 balanı Elnur sizə əmanət qoyub gedir. Allah Teala bu gözəl balalar sizin üçün bir gözəl nur yaradıb ki, Elnurun gələcəyi, Elnuru yaşatmaq üçün, Elnur fəxr, qürurla bir atalardır dersinlər. Allah onlara dəyməsin, sizlərə səbr edirsin. Hoş, borcumuzu, ürək sözü nə varsa deyəcəksiniz. Kimin ürək sözü varsa, hasanaların, hasa. Allah cəmi şəhidlərimizi məkanı cənnət eləsin. Mən 20 gün içində 2 balamı itirmişəm, həm İbrahimi, həm Elnuru. Allah şəhid analarının hamısına səbir versin. Bizə səbir arzulayın. Yerdə qalan körpələrinə Allah ömür versin. Amin. Allah səbir versin.